Salam əzizlərim, hər vaxtınız xeyir. Bir ay sonra YouTube kanalıma xoş gəldiniz. Axır ki YouTube kanalım üçün mən içimdəki yeniyetmə parçamla işləyirəm deyə ikinci ayımızı tamamladım və ona görə də ikinci ay ərzində mən işləyərkən öz üzərimdə nələr yaşadım, biraz da bunlar haqqında danışacağım. Məni tanımırsınızsa əgər, mənim adım Helena Morosadır, spiritualist olaraq fəaliyyət göstərirəm. Hardasa artıq 4 ilə yaxın olacaq yaxın müddətdə. Nəzərinizdə olsun ki, bir ay içimdəki yeniyetmə ilə işləməyim və nələr yaşandı. Öncəki videoda var YouTube'da. Ondan öncəsində isə içimdəki uşaqla işlədiyim tam bir 3 aylıq periodu Instagramda paylaşmışdım qısa-qısa. Niyə içimdəki yeniyetmə ilə bağlı bütün paylaşımlar bir aylıq edirəm? Çünki içimdəki yeniyetmə ilə işləməyə başlayandan bəri daha dərin transformasiyalar yaşayıram. Yəni içindəki uşaqla işləyərkən təbii ki transformasiyalar, çox qəşəng şeylər, çoxlu yaşadım, dönüşümlər yaşadım. Bunların hamısını gəlib Instagramda baxarsınız. Amma daha dərin və heç elə bil baxmadığım qısımlarda, başqa tərəfindən baxmalı olduğum bir çox şeylər içimdəki yeniyetmə ilə ortaya çıxır və burada artıq hər həftə paylaşmaqdansa elə düşünün ki, dərin dönüşümlü şeylər baş verir deyə mən bunu bir ay etməyi planlaşdırdım ki, yəni hər bir ayın sonunda tamamlananda, 30 gün tamamlananda elə çəkim. İndi də ikinci ayımızı tamamlamışıq. Əslində məni çox böyüdəcək bir seriyaya cəsarət edib başlamışam. Həyatımda əməlli krizli, əməlli böyük bir dönüşümlər yaşadığım, olgunlaşdığım bir perioddan keçirəm. Və hal-hazırda qarşımda özeti olaraq mən ay ərzində kiçik notlar alırdım özümə ki, sizə bu videonu çəkəndə bir çox şeylər aydınlaşsın. İlk olaraq ikinci ayda da əslində həyatımda mənəvi tərəfdən məni dönüşdürəcək bir çox şeylər yaşamaya başladım. İndi hər birini sizə qısım-qısım deyəcəm. Bəlkə də deyə bilərsiniz ki, yəni bu şeylər nədir ki? Yəni yenə vurğulayıram. Bunlar mənim təcrübələrimdir. Siz özünüz bilərsiniz hansı tərəfdən irəliləmək istəyirsiniz. Əsas məqsədim budur ki, həm özümə digital günlük olaraq YouTube istifadə edirəm, həm sizlərə ilham olsun deyə öz üzərində işləmək əslində insana nə kimi faydalar sağlaya bilər və periodun real tərəflərini göstərməyə çalışıram ki, sadəcə güllük gülastanlıq olmur. Ona görə çəkirəm bu videoları və məqsədini anlayasınız ki, öz üzərində işləmək nədir? Necədir və içindəki parçalarla işləmək əslində insana nələr oyada bilir. İnsanlıq üçün kiçik, amma özümüz üçün böyük, yəni mənim üçün böyük şeylərdir bunlar. Ona görə də sizlə hər birini niyyət etmişəm ki, hər ayın sonunda bölüşməyə başlayayım. Noyabrın 2-sidir artıq və videonu axırki indi çəkə bilirəm. İlk olaraqdan bu ay ərzində əslində rutinlərimi etməyim, rutinlərimə qarşı sadiq qalmağım, əslində bəzən fast food, şirniyyat, bu kimi yeməklərə duyduğum ehtiyacın əslində atamın boşluğunun məndə qaynaqlandığını anlamağımla, idrak eləməyimlə gəldi. Deyə bilərik ki, mən onsuz da bu sahədəyəm, mən onsuz da bilirdim ki, bu şeylər, yəni mənim onsuz da atamın həyatımda çox rolunun olmamağı ilə mən boşluğu hiss eləyirdim. Amma düzünü desəm, bu aya qədər mən bunu tam olaraqdan idrak etmirdim. Çünki elə bir pərdə açıldı, gözümdə bir pərdə açıldı və mən o pərdənin açılmağı ilə həyatımda əslində atamın boşluğunu bir növ qəbul etmək rəddəsinə gəldim və inanırsınız bugünkü gündə çox qəribədir ki, dünən də əsasən bunun fərqinə vardım ki, mən artıq hər hansı bir rutinimi, necə deyim, əlbəttə edirəm, əlbəttə mənə yaxşı hiss etdirir bu, amma məhz güvəndə hiss etməyim üçün etdiyim bir şeydən çıxdı, həyat keyfiyyətimi daha da yaxşı bir hala gətirməyim üçün etdiyim şeylərə dönüşdü. Eyni şəkildə dünən yemək yeyərkən də, şirniyyat yeyərkən də, nə bilim hər hansı bir abur-cubur yeyəndə də, çünki son günlərdə iştahım çox da yox idi bəzi məsələlərə görə ki, onu da danışacağam. Fərqinə vardım ki, yox, mən əvvəlki kimi o dadı hiss etdirmir mənə. Çünki artıq içimdəki yeniyetmə parçam, baxın yetişkin parçam qəbul edib ki, yes də mənim atam boşluq olub və s. Amma artıq içimdəki yeniyetmə parçam atama kondura bilmədiyi o tozlar var ha. Onları buraxdı və real məğzi tərəfindən bir şeyləri idrak eləməyə başladı deyə mən elə bil bu ay ərzində biraz o yoxluğun fərqinə varıb, onu qəbullanma periyodunu yaşadım artıq ilk günlərindən etibarən. Rutinlərimi daha sevgi ilə etməyə başladığım bir dönəm oldu deyə bilərik burada. Ardından burada nə oldu? Və bu hadisədə mənim bir tətiklənmə vasitəsindən oldu. Yəni tətikləndim bu mövzu ilə bağlı. Çünki bəzi insanlar bu rutinlərlə, disiplinlərlə bağlı bəzi fikirlər bildirməyə başladılar ki, hamı bunda azaddır, elə deyilmi? O tətiklənməklə sadəcə mən gedib kölgə tərəfimə baxdım, kölgə tərəfindən işlədim və belə bir qənaətə gəldim. Ardından burada bir çox nələrin fərqinə vardım. Ümumiyyətlə gördüm ki, yoga dərslərinə getdiyim bu müddətdə
Orada artıq daha da çox görüldüyümü, ümumiyyətcə girdiyim ortamlarda daha da çox görüldüyümü hiss etməyə başladım. Yəqin ki, bunu keçən videoda demişəm, amma bu dönəmlərdə daha dərin bir formada görüldüyümü, varlığımın hiss edildiyini daha dərin və daha başqa bir versiyalarda görməyə başladım. Çünki mən, mən şirbürcüyəm, girəndə auram, yes və s. bunlar var. Amma əsas məsələ fərqinə vardım ki, insanın görülməyi və varlığını hiss edilməsi üçün çox da deyib danışıb qaynaşmağına ehtiyac yox imiş. Çünki mən hər zaman girdiyim ortamlarda deyib qaynaşmaqdansa orada nə ediriksə onu etməyə daha çox fokuslanıram. Amma gördüm ki, yox, varlığın hiss etdirilirsə hər cür hiss edilir. Yəni bunu anlamaq lazımdır. Ardından bu dönəmlərdə mən özüm işlədiyim terapistimi dəyişmək qərarına gəldim. Hansı ki 1 il yarımdan çoxdur ki, yeni terapistlə işləyirdim. Mən bilirsiniz ki 18 yaşımdan bəridir işləyirəm terapiyalarla. Öz üzərimdə işləyirəm, psixoloqla işləyirəm, spiritualistlərlə işləyirəm. En qədər spiritualistlə işləmişəm. Bu nəzərinizdə olsun. Sadəcə spesifik bir terapistin yanına belə uzun müddətli getdiyim heç vaxt olmamışdı. Bu 1 il yarımdakı olurdu. Mən artıq dəyişmək qərarına gəldim ki, dəyişdim də. Hətta bunun dəyişimini etdim, hətta başladım da. Bu ay mənim üçün çox gözəl oldu. Hətta terapistimlə bunu danışdım, çox qəşəng bir sağollaşma anı yaşadıq və yeni bir terapistə keçid etdim. Bu da mənə çox yaxşı gəlməyə başladı həmçinin də. Eyni zamanda özümlə çalışmalarımı da daha çoxaltmağa başladım. Yəni mən terapistimi dəyişməyə qərar versəm də bir anda başqa terapistə getmədim. Çünki o 1 aylıq periodda biraz keçid dönəmi olduğu üçün, yəni mənə bu oktyabr ayı icazə verdim ki, biraz axışda irəliyim və axırlarına yaxın artıq keçid etməyə başladım. Ardından sevgilimlə bağlı bir hadisədə gördüm ki, sevgilimlə keçirdiyim zamanlar daha da çoxalmağa, daha da gözəlləşməyə, daha da yaxşı olmağa başlamışdı. Bunun üçün şükür edirəm. Hələ də çox şükür dolu hiss edirəm bunun üçün. Bu periodda fərqinə vardım ki, sevgilimin getmək məsələləri var idi, yəni əsgərlik və s. temaları var idi ki, bu da oldu. Və fərqinə vardım ki, bu mənim əslində içimdəki yeniyetmənin dərinlərdə bir yerdə ata ilə yaşadığım bəzi situasiyalara oxşatmağa, bir yerdə bağlaşdırmağa başladı. Və bu mövzuda əslində bəzi mövzularla bağlı nervous system, sinir sistemimdə bəzi şeylərin üzərində işləməyə başladım ki, bunun uğurlu olduğunu düşünürəm ki, indi yaxşı hiss edirəm, Allaha şükürlər olsun. Bu kimi situasiyalar oldu. Fərqinə vardım ki, içimdəki yeniyetmə parçam əslində o 7 yaşından sonraki periodda atası ilə sağollaşmadığı üçün, ondan vedalaşmadan, ondan bir anda uzaqlaşdığı üçün bəzi qorxulara qapılmışdı, bəzi qorunma mexanizmalarına qapılmışdı və özünü buna görə heç bağışlaya bilmirdi. Bunun üzərində işlədiyim və bunu atlatdığım və həmçinin də sinir sistemində, neyronlarımda dəyişimi doğrudan da hiss etdiyim bir period oldu. Nəzərinizdə olsun bu. Bu dönəmlərdə özümə qarşı şəfqətin daha da dərinləşdiyini gördüm. Çünki oktyabr ayında kitab klubumuz var idi öz şəfqətlə bağlı. Həm orada öyrəndiyim bilgilərlə bağlı, öyrəndiyim bilgilərə əmək verib hərəkətə keçirdikcə mən belə bir gecə yaşadım bu situasiyalar ortaya çıxanda. Çünki tətiklənmə anlarım oldu içimdəki yeniyetməylə. Gördüm ki, mən gecə doğrudan da duyğularımı reqülə etməyə başladım. Duyğum gəldi, duyğumu yaşadım. Həmin anda içimdəki yeniyetmə parçamla işləyərkən içimdəki yeniyetməyə mənə dediyi şey oydu ki, yəni mənlə danışmaq üçün, mənlə işləmək üçün gedib bir kompüterin başına oturmağa gözləmək, gedib nə bilim mükəmməl anı gözləmək üçün. Mənlə hər anın içində danış və məndən şəfqətlə davran. Sənə istədiyim tək şey budur deyə vurğuluyurdu o parçam mənə. Təbii ki, burada journaling edirdim, yazı yazaraqdan işləyirdim və həmin gün özümə mandala terapiyası etdim, mandala çalışması etdim, duyğularıma icazə verdim və bədənimdə də somatik olaraqdan bunları hiss edib özümə şəfqətlə yanaşmağa başladım və özümü sakitləşdirdiyimi gördüm burada təbii ki. Ardından bu dönəmlərdə ürəyimi açıb danışdığım, bilgilərimi bölüşdüyüm dönəmlər olmağa başladı bu arada. İlk kitabımı, hansı ki mən doğrudan yeniyetməlik dönəmlərində başlamışdım kitab yazmağa və uzun illərdir ki, hər zaman düşünürdüm ki, mən kitab yazacağım və axır ki, şükürlər olsun ki, mən ilk kitabımı, hansı ki, Özünlə Təmas Et kitabıdır, Özünə Yardım Et seriyasının ilk kitabıdır. Mən bunu həm yazdım, tutardım, həm də publish etdim, yəni artıq satışdadır. Bunun üçün özümlə fəxr edirəm. Çünki çox qəribədir ki, hələ də tüklərim biz olur ki, mən necə olur ki, İçimdəki yeniyetmə parçamla işləyirəm və o parçamla o işlədiyim dönəmlərdə başqa cür olur bir şeylər. Nəysə dostlar, yarımçıq qaldı söhbətim. İndi davam edirəm. Sevgilim yoxmuşdu. Ona görə də xoşbəxtəm onu gördüyüm üçün. Nəysə, davam edirəm buradan. Dedim ki, çox qəribədir ki, çox üst-üstə düşür ki, necə olur ki, yeniyetməlik dönəmində kitab yazmağa başlamışdım və kitabımı da publish etdim, yəni satılığa qoydum bu dönəmlərdə. Və ən vacibi,
Deməli, dostlar, mən 2023-cü ildə rəfiqəmin təşəbbüsü ilə biz vizaya başvurduq və o dönəmlər necəsə oldu ki, vizam alınmadı və mən vizam alınmayandan sonra mən qərar verdim ki, mən bir də vizaya başvuru eləməyəcəm, hələ ki, gedəcəm viza sıralar gəzə bilərəmsə gəzəcəm ki, oradan da gəzdim. Allah şükürlər olsun ki, bir çox yerləri gəzdim. Öz şotuma Allah şükürlər olsun, yəni çox yaxşı oldu. Şükür edirəm yenidən və dedim ki, mən vizaya başvuru eləyəcəm. Vizaya başvuru elədim. Hətta vizam da alındı ki, bura bir yerə qoyacağam. Allah şükürlər olsun. İlk Schengen vizamı aldım dostlar bu periodda. Yəni yaxşı bir şeydi bu. Bu dönəmlərdə əməkdaşlığım yenidən çox yaxşı getməyə, irəliləməyə başladı. İnsanlarla əməkdaşlıq edirdim. İstər təbii məhsullar olan əməkdaşlıq etdiyim hanım, istər seans barəsində əməkdaşlıq etdiyim hanım. Çox yaxşı keçməyə başladı. Çox qəşəng geri dönüşlər almağa başladım. Biznes təliminə qatıldım. İşimin biraz biznes, marketinq tərəflərinə də baxmağa başladım. Bir Reels Maker xanımla əməkdaşlıq etməyə başladım. Videolar çəkməyə başladım yenidən. Bu mənə çox yaxşı gəldi. Yaratmaq, iş birliyində olmaq, kömək almaq və s. kimi. Bunlar da mənə çox yaxşı gəldi. Ardından davam edirəm sizə deməyə. Sonrasında bu periodda sevgilimə bir seans etdim və ona seans edəndən sonra doğrudan da həyatımda mənəvi cəhətdən mən də özüm öz eril tərəfimdən bağlı bir çox şeylərin fərqinə varmağa başladım. Niyə fərqinə vardım? Çünki bu periodda mənim illik proqnozumda baxın 10, 21 və 4-cü arkana var və bu spiritualda nə deməkdir matriça sisteminə görə? 10-cu arkana talih çarxıdır. Mənə deyir ki, Helen, indi qısaca deyəcəm də sizə bunu. Deyir ki, bax sən bu periodda həyatına nə baş versə bil ki, baş verməli idi. Sən baxış bucağını dəyişməyi öyrən. Həyatında kaderinə də təsir edə bilərsən, bunların üzərində işlə deyə vurğulayır və yaradanla yaxınlaş, yaradanla bağını qur. 20-ci arkana qarşılaşa biləcəyim çətinliklərdə, amma bu çətinliklərin üzərində atlatmaq üçün nə etməliyəm? Onları vurğulayır. Dünya arxetipidir və keçid edirəm ki, alacağım mükafatlar qismən 4-cü arkana, yəni imperator arkanası dayanıb orada. Yəni bu period artıq martda məndə bitəcək və marta qədər mənə vurğulayır ki, sən əgər doğrudan da yaradanla yaxınlaşmağı və mənəvi ruhani tərəfindən yaxınlaşmağı, bunu gücləndirməyi bacarsan, sənə yaradan sistemin verəcəyi hədiyyə əslində sənin daxili kişi obrazının artıq içində onunla tamamilə barışmağın və onu tamamilə qəbul etmək və onu tamamilə bədənləməyin olacaq. Yəni bunu alacaqsan və sağlam bir formada. Ona görə də bu periodda istər daxili kişi obrazımla bağlı bir çox şeylərin fərqinə varmağa başladım. Görürsüz, atamdır, sevgilimdir, işlədiyim kişi obrazları, pasientlərimdir və s. bunlarla bağlı çox şeylərin fərqinə vardım. Sevgilimi yola saldım bu periodda. Şükürlər olsun ki, yola saldım, onunla zaman keçirdim. Ümumiyyətcə ona qarşı duyğularımın daha da nə qədər dərin olduğunu bu dönəmdə, bu periodda daha da yaxşı anladım. Düzdür, hələ təzədir, necə keçəcək, necə olacaq bilmirəm, amma əsas odur ki, bugünə qədər olan periyoda ki, mən artıq onun 5 ilimiz olacaq da, yəni inşallah mart periodunda və sevgili olduğumuz artıq onu 6 ildir tanımış olacağım. Yəni fərqinə vardım ki, əslində necə dərin bir bağımız və necə dəyərli şeylər var imiş aramızda. Daha da dəyərli bunu anlamağa başladım. Duyğularımı bu periodda daha dərindən anlamağa, daha dərindən yaşamağa, daha dərindən hiss etməyə icazə vermişəm. Çox qəribədir ki, bu periodda istər sevgilimin ailəsi, istər öz ailəm, yəni hər tərəfli dəstəyi insanlardan hiss etməyə başladım. Dostlarım, tanışlarım, ətrafım. Yəni yadımdadır ki, bu ay ərzində belə bir dua etmişdim ki, Allahım, mən sənin sevgini hər yerdən hiss etmək istəyirəm. Mənə bunu hiss etdir, mənə bunu göstər. Belə bir yaradan buna cavab olaraq da mənə insanlar vasitəsilə bunu verirdi. Mən bilirdim ki, bunun qaynağı onsuz da yaradandı. Bu dönəmlərdə zikr etməyə başladım. Çox qəribədir ki, bu ay mən yaradanla İslam dinində olan bəzi şeylərlə daha çox bağ qurmağa başladım. Baxmayaraq ki, mən bütün dinlərini araşdırmağı və s. sevirəm. Sadəcə zikr etməkdir, yaradana dua etməkdir. Tasavvuf yolunda daha da belə araşdırmağa başladım bu periodlarda. Yaradanın mənə bu periodda çox dərin formada eşitdiyini, daha da elə bir level atladığımızı hiss edirəm yaradanla bağımızda. Şükür edirəm bunun üçün, dua etməyim, şanslı hiss etməyim bəzi mövzularda. Bəzi şükür listimə başladım hətta bu periodda, bu bir ay ərzində və fərqinə varıram ki, Veneramı şəfalandırır bu məsələ. Yəni ki, şükür etməyim mənim Venüsümü, dəyər bilməyim və s. bunları şəfalandırmağa başlayır və var olan şeylərə daha çox fokuslanmağa və daha çox görməyə başladım bu periodda. Yaradandan möcüzə istəyirdim, dua edirdim və Yaradan mənə elə bil həmin anda mənə bunun mesajını verirdi və bunun möcüzəsini də mənə göstərməyə başlayırdı, düzünü desəm. Və bu mənə ona görə də çox yaxşı gəldi və çox yaxşı hiss etdirdi. Belə,
Bu dönemdə bu arada yuxumdan da dərin bir şəkildə mesajlar almağa başladım və ehtiyaclarımı artıq daha dərin formada həm anlamağa, həm də daha sağlam yollarla qarşılamağa başladım. Onsuz da bilirsiniz ki, mən özüm də spiritualistəm, öz üzərində işləyirəm nə qədər müddətdir. Bilirsiniz ki, hər mövzunun katmanları hər il, hər keçən dönəmdə daha fərqli tərəfdən bizə göstərilir. O şey həll olunmadığına görə yox. Orada baxa bilmədiyimiz, görə bilmədiyimiz bir şey açılmağına görə. Bu dönəmlərdə ümumiyyətcə öz görünüşümdə, öz işığında, auramda, gözlərimin adicə baxışlarında belə bəzi şeylərin dəyişdiyini görməyə başladım. Bu ikinci ayda çox qəribədir ki, ailə ortamlarında daha çox özümü rahat hiss etməyə, daha çox belə özüm kimi olmağa başladığımı gördüm və bu mənə bir ayrıca yaxşı hiss etdirdi və əslində ailə bağları, ailə, bunlar heç də çox da pis bir şey deyilmiş. Bunu daha da idrak etməyə başladım. Çünki axı biz öz evimizdə, öz ailəmizdən anlayırıq bəzi şeyləri də, gördüyümüz şeydən. Daha fərqli cür baxmağa başladım. Bilirsiniz, yəni istər öz ailəmə, anama, atama, özümə, ailə anlayışına, birlik anlayışına, mənəviyyat, sevgi anlayışına daha dərin tərəfindən baxmağa başladım. Şükürlər edirəm, şükürlər olsun doğrudan da bugün bu videonu çəkib sizə bunları danışa bildiyim üçün. Belə, bu videomu burada sonlandırıram. Əsas odur ki, qısa öz şəkildə, təbii ki, mən dərin formada bir çox şeylər yaşamışam, amma sizə burada qısa formatda, hansı ki, məhrəmiyyətimi də çox aşmayacaq bir formada bir şeyləri ötürmək istədim. Əminəm ki, kimlərəsə ilham olacaq bu. Onsuz da mən hələ də video çəkməyə davam edirəmsə, hər şeydən əvvəl sizə ilham olmaq və öz periodumu sizə göstərməyim üçündür ki, mən hər zaman buradayam, hər zaman öz üzərimdə işləyirəm, əlimdən gəldiyi qədər. Bəzən duraraq öz üzərimdə işləyirəm, bəzən aktiv formada, bəzən rutinlərimdən, bəzən aylarca bəlkə də heç seans etməyərəkdən, bəzən isə davamlı bir formada şəfqətlə özümə yanaşaraqdan. Hər periodum sizin gözünüzün qarşısında olub, mənim üçün səmimi bax və dərin bax çox vacibdir, çox önəmlidir. Elə məhz bununla da bu periodumu sizə ötürmüş oldum. Mən demirəm ki, biz işləyərkən güllük gülistanlıq olur. Görürsünüz ki, burada ağır duyğular yaşadım, bəzi hadisələr olub. Amma necəsə bu dönəmdə özümü şükür etməyə və var olanı görməyə tərbiyələndirdiyim üçün hər hadisədə mən həmin an görə bilməsəm də Allaha sadəcə dua edirdim ki, məni nəfsimdən qorusun və mənə bir şeylərin ardındakı hikməti mən görə bilməsəm də mənə göstərsin və necəsə olurdu ki, hiss eləyirdim və intuitiv olaraq bu mənə gəlirdi. Şükürlər olsun. Belə. Özünüzə yaxşı baxın. Əgər sizə maraqlıdırsa, rəylərinizi, dəstəyinizi görsəm çox sevinərəm.